10.000 manata qədər ala biləcəyiniz avtomobillər növbəti videolarda 20.000, 30.000 formatda davam etdirəcəm. 10.000 manata qədər ala biləcəyiniz avtomobillərdən hansıları tövsiyə edərdim? Mercedes ailəsindən W202, W203, W211, hansı ki bu gövdələrin benzin mühərriklərini əldə edə bilərsiniz. Mən tövsiyə edərdim ki, W203-dən maksimum uzaq dayanın. W202 və W211-ə baxa bilərsiniz. Amma bu gövdələrin də çox müxtəlif mühərrikləri var. Mütləq şəkildə araşdırın ki, hansı mühərrik daha sərfəli və ekonomikdir. Bu iki avtomobili alanda mütləq şəkildə nəzərə alın ki, bu avtomobillər korroziyaya qarşı çox zəifdir və müxtəlif yerlərində paslanmalar olur. Və avtomobilin ümumiyyətlə metal yorğunluğu və beləcə yürüyüş hissələrində kifayət qədər problemlərlə qarşılaşa bilərsiniz. Təəssüf olsun ki, bazar bu gün pis vəziyyətdədir və 10.000 manata qədər bu avtomobillərin yarısını tapa bilərsinizmi? Bu bir sualdır. BMW ailəsindən Y34 gövdə, Y36 gövdə, Y39 gövdəni 10.000 manata qədər ala bilərsiniz. Amma bu maşınlarında yaxşısını tapmaq, samanlıqda iynə axtarmaq kimidir və BMW sürücüsünüzsə müxtəlif rasxodlara hazır olmalısınız və bu qiyməti ala biləcəyiniz avtomobillərdən təəssüf olsun ki, ekonomiya çox gözləməyin. Bu avtomobillər köhnə nəsil olduğu üçün benzin sərfiyyatları kifayət qədər yuxarıdır və avtomobillərin running costları əsasən də bu BMW-lərə aiddir. Running costları kifayət qədər yüksək olacaq. Opel ailəsinə baxsaq, Opel ailəsindən Vectra'lardan çalışın ki, uzaq durun. Bildiyim qədərilə iki motorları nisbətən daha yaxşı olmalıdır. Bunu da müxtəlif forumlardan və Facebookda Opel'in qrupuna daxil olaraq maraqlana bilərsiniz ki, hansı mühərrikləri nisbətən daha yaxşıdır. Opel Vectra B-də ən çox elektronik sistemlərdə və sensorlarda daha çox problem olur. Opel Astra G, bu avtomobilin yaxşısını tapa bilsəniz uzun müddət sizə problem çıxartmadan istifadə edə bilərsiniz. 10.000 manata qədər Astra H-ı tövsiyə edəməzdim. Büdcəviz daha yuxarıdırsa ki, 10.000-20.000 aralığında Astra H gövdəsinə baxacaq. Hansı ki, bunun da 1.4 benzin mühərrikləri kifayət qədər yaxşıdır. Amma 10.000 manata qədər Astra H-ın yaxşısını tapmağınız demək olar ki, mümkün deyil. 10.000 manata qədər alına biləcək avtomobillərdən sizin tövsiyə elədiklərinizdə komment hissəsində sürücülərlə bölüşə bilərsiniz ki, onlar da sizin fikirlərinizdən faydalansın. Bu videoları qaçırmamaq üçün kanala buradan abunə olub videoları bəyənə bilərsiniz.